Kardeş bunun qarnım sən necə gedirdi? Dəhşət. Kisə zat qoydum yerinə. İndi var. Gör necə yığılıb qarnı. Yeri bütün göl idi, su idi. Buna bax kisə qoymuşam. Beləməsinə gömgöy su gedirdi lehinə. İndi əməlli başda düzəldi qarnı. Görsən. Bunun da qarnı su gedirdi. Görsən yerinə. Avcı quru gedir. Görə bilsən nətər quru gedir. Deyim ki quruyubdur bax. Bu da göl idi, lehmə idi yeri. O ki təmizləyəndən sonra şu şeydə görsən quru. Cüzələrdə də qarın götürmə var idi. De bunu verdim bunu. Solmasın. Ondan sonra o güzellerde de karın gelir. Yani kuru gelirler. Biraz da dirçəliblər. Efe dərmanlı. Sağ ol, Allah sağ olasın. Değerli dostlar, Seyit kardeşimiz de bu dərmandan istifadə edib heyratısına və bütün qanatlara gedir ki, erkeğin heyratı o zaman baş dönməsi zaten. Burada nə yazılıb bir baxın. Sallabaş, titrəbaş, boyun fəlci, çarpıq ayaq, yəni ayağın bax bu cürünə tutulması. Ən çox bu heyratlarda olur. Çarpıq ayaq, qanat tutulması, ölümlər, salmonella xəstəliyinin tədavisi, yəni müalicəsi. Birinci gün 2 damcı, diğer günləri 1 damcıdır, amma 2 damcıdan davam etsəz daha da yaxşı olar. Müalicə müddəti 5-7 gündür. 070 620 88 03 qiyməti də 15 manatda 10 qramdır.